Bərdədə qum karyerlərinin bağlanması tikinti sektorunda da problemlər yaradır. Karyerlərin bağlanması ilə qum və çınqının qiyməti qalxıb. Səbəb isə sadədir. Material artıq Bərdədən yox, qonşu rayonlardan getirilir. Yol uzaq olduğuna görə nəqliyyat xərci artır. Nəticədə qumla çınqının qiyməti bağlaşıb. İllərlə ailələrini karyerlərdə qazandıqları gəlirlə dolandıran işçilər və qum daşıyan sürücülər indi isə işsiz qalıblar. Sürücü Vəliyev Sadiq. Daş şərxanaları dayanıb, suyunu qiymət artımı da var. Belə də qonşu ətraf rayonlara gedirik yük üçün. O da təbii ki, indi kamazlar, yol xərci var, zad var, bunlarla bağlı qiymət artır. Heç bir sahibkara belə vətəndaşların heç birisinə sərf eləmir. Ona görə də işsizlik yaranır, baha başa gəlir. Karyera bağlanmaq üçün qabaq neçə idi? 12-15 manat idi. İndi qalxıb olub, nə bilim, 35, 40, 45 bu qiymətlərədir. Qiymətin artmağı nə var? Yolun uzaqlığı da var. Bir də indi bu karyerlər bağlanırsa deyin, Bərdədəki daş karxanaları ətraf rayonlardır. Bu da tələbat çox olduğu üçün suyunu qırmaq qiymət artımı olur. Qabaqçı vaxta baxımında karyerlər Bərdədə bağlamamışlar. Və indiki vəziyyət. Bu tikinti sektorlarına təsir edir yoxsa yox? Təbii ki, qardaş, təbii ki. Qabaq bir gündə, məsəl üçün, 2 reys, 3 reys gedirdik tikinti idarələrinə, müəssisələrə qum aparırdı, çınqıl aparırdı. Amma indi qiymət baha olduğu üçün bunlar da deyir ki, yəni ki, sərf eləmir. Bir maşın, məsəl üçün, qum aparırdıq 250 manata, indi olub 400 manat, 450 manat. Ona görə də tikintiyə də sərf eləmir deyir. Nə onlar işləyə bilir, nə biz. Tikinti ilə məşğul olanlar deyir ki, vəziyyət onları çıxılmaz duruma salır. Əvvəl qumun bir kubunu 15 manat alırdı. İndi isə 2 qat baha başa gəlir. Bir tərəfdən qiymət artımı, digər tərəfdən də onlarla işçinin işsiz qalması çətin vəziyyət yaradır. Belədir də. Qabaqcadan biz gətirirdik 8-10 kilometrdən. Amma indi birbaşa 65 kilometr, 120 kilometrdən gedib gətirirdik. Ona müqabil olaraq yol kirası ondan bahalıq yaranır, onunla yaranır. Yağ yanacaq onunla. Maşının probegi oradan gəlib yaranır, həmin bahalıq. Kərxana işləmir deyin, onun üçün bahalıqdır. Qumun qiyməti kərxanalar bağlamamışlar qabaq. Bu neçə manat idi? 15 manat, 12 manat. Şimdi nə qədər oldu? 37-40 manat arasında. Qumun qiyməti divaynöy qalxıb. Divaynöy qalxıbdır. Yol uzaq olmaqdır bir. İşsizlik yaranıb, tapılmır. Karyerlər hamısı bağlanır. Karyerlərin bağlanması arasında. Nəyə görə bağlanır bunu biz də bilmirik. Amma karyerlər işləsə əlbəttə hamı üçün yaxşı olar. İşsizlik yaranıb, yatışırıq bir də yolun qırağında. Səhərdən axşam elə olur həftə ilə maşın tərpənmir yerindən. Hər şeyə təsir eləyib. Hamısına təsir eləyib. İşsizlik yaranıb. Heç kimdə baha olduğunu heç kimdə almır.